Gelsin görün kimdi doğa. Bu həkim mənəm boğaz mən. Qadın sizə belə izah edeyim də bu aparatı xaricdən ölkəmizə yerə gətirmişik. Siz uşağı dünyaya gətirən zaman çəkdiyiniz ağrıların neçə faizdir, 20 faizdir, 50 faizdir, lap tamın əlinizə ötürə bilir. Elə bir uşağı doğan zaman ağrıları əliniz çəkir. Belə bir şey istəyirsiniz. Bu nə yaxşı çıxıb aparat. Ağrılar doğmamışdan qabaq ötürün ərimə. Kim problem yox deyə o nə deməkdir? Arvadımın yerinə mən ağrılar çəkərəm. Tək uşağın sağlam doğulsun. Hesab onda sən yavaş-yavaş hıqqın ağrını öpürürəm mən. Hıqqın. Xalam oğlunun zürriyyəti oldu. Ne sancıydı elə bir uşaq doğuram. Uşağın dədəsi mənəm, sən niyə ağrıyırsan? Ağrını biraz da yuxarı qaldırırsan. Ağrını qaldırdım 20%'e. Bay, öldüm bu ne sancıydı? Qaldır, pol nerə? 100. Bu nədir? Xaloğlu, bu nə hərəkətdə maqat eləmsən? Həkim bu aparatı oradan tapdın, çıxartdın. Benim sağımı verin Xaloğlu, sən doğrayacaq. Abi bıraxsın bilmirəm, kimdən kimsəyə gəlib orasına mən qarışmıram. Öz probleminizi özünüz həll edin. Əsas o uşaq doğulur, nətərdə baxın.